Buyurun. İlk öncə hər birinizə salamlayıram və xoş gəlmişsiniz. Bugünkü bura toplaşmağımızın məqsədini mən ilk öncə qeyd etmək istəyirəm ki, Fariz Bəlli Əkbərov deməli, hüquqi yardım və sosial yardım və maarifləndirmə ictimai birliyinin bugünkü deməli tədbirinin əsas mövzusu bundan ibarətdir. İnsan alverinə qarşı mübarizə insan hüquqlarının müdafiəsidir. Mövzusunda belə bir maarifləndirici, təlimli, tədbirli görüşdür. Burada Vəkillər Kollegiyasının üzvü Namiq müəllim Həşimov da iştirak edir və rayon icra hakimiyyətinin məsul üstüsü Eldəniz Bayramov. Sizlərlə biz burada dəfələrlə ev sahibliyi etmişik. Müxtəlif qurumlarla, eyni zamanda sizlərin də olub tədbiri əvvəl. Biz başqa qurumlarla da, yəni yerlərdə, istər mərkəzdə və istər yerlərdə maarifləndirici görüşlər həyata keçirir. Çünki mərkəzimizin əsas iş funksiyası bundan ibarətdir. Maarifləndirmə, yönləndirmə və məlumatlandırma. Bizim də bura yığışmaqda məqsəd ondan ibarətdir ki, hər bir qurumun əsas məqsədi ondan ibarətdir ki, insanlarımız maarifli olsun. Bütün mövzular üzrə. Baxırsan, rayonda baş verən mən onları çox açıqlamaq istəmirəm. Amma bəzi şeylər var ki, baş verən hadisələrdə bizim insanların, valideynlərimizin deyək, laqeydliyi ucbatından, hüququnu bilməməyi ucbatından müəyyən problemlər meydana çıxır. Əlbəttə ki, bu maarifləndirmə tədbirlərdə ondan ibarətdir ki, bu insanlarımız daha maarifli olsun, hər sahədə, ən azından gənclərimiz, istər yaşlı insanlarımız maarifli olmalıdır, hər sahədən məlumatlı olmalıdır. Mən Fariz müəllim, əlbəttə ki, biz çox söz danışa bilərik. Mən vaxt almadan istərdim ki, eyni zamanda sözü sizə verməmişdən əvvəl demək istəyirəm ki, burada hər kəs çox sərbəst olmalıdır, müzakirəli olmalıdır, suallarınızı ünvanlamalısınız. Kimlərinsə sözü olacaqsa, yəni buyruq verəcək və cavablandırılacaq. Sonda da burada bizim iştirakçılar var ki, Namiq müəllim istəyirlər ki, fərdi sizinlə görüşsünlər, məsləhət alsınlar. Mən vaxt almadan sözü sizə verirəm. Çox sağ olun, Şamil xan. Bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstək Agentliğinin maliyyə dəstəyi ilə insan alveri mübarizə, insan hüquqlarının müdafiəsi ictimai kampaniya aparılması çərçivəsində həyata keçirilir. Bu layihənin əsas məqsədi bizim illərdir məsələn vətəndaşların hüquqlarının müdafiəsinə bağlıdır ki, hansı ki bu insan alverilikdə yalnız tək cinsi istismar deyil, yəni burada əmək istismarı da var, insan orqan transportasiyası da var və uşaq əməyinin uşaq dilənçiliyi də var, hansı ki bugünkü gündüzdür. Bizim ölkədə insan orqan transportasiyası həyata keçirilmir, insan alveri ölkəsi deyil burada, lakin prokurorluq ölkə kimi buradan istifadə olunan başqa digər ölkələr aparılır, insanlar aparılır. Bununla bağlı da bizim bilmək istədim ki, bir qısa olaraq bizim rayon icra hakimiyyəti komitəsinin Eldəniz Bayramov fikirlərini buna bağlı bildirsin, sonradan keçək artıq biz təlim. Siz deyin, sonra biz də bir edərəm. Onda Namiq mən söz sizə verərəm. Bizim Vəkillər Kollegiyası Namiq Həşimov, yəni bizim təlimçilici, insan alveri sahəsi üzrə Namiq müəllim fikirlərini keçsin, ondan sonra da artıq biz söylərim. Çox sağ olun. Mən də sizin hamınızı bildirmək istəyirəm ki, Fariz müəllim də qeyd edir, insan alverinə qarşı mübarizə. Bir növ bizdə bu təzə tətbiq olunan qanunlardan biridir. Belə ki, bu qanun 28 iyun 2025-ci ildə Azərbaycanda qəbul olunub. Bu qanunun ümumiyyətlə beynəlxalq BMT Millətlər Təşkilatı Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul Dünya İnsan Alverinə qarşı mübarizə günüdür. Azərbaycan da bu sistemə qoşulub. 28 iyun 2025-ci il tarixində insan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanunun əsas məqsədi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarının
Hələ insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir. İnsan alveri qurbanlarının müdafiəsi və onlara yardım görülməsi məsələlərini təşkil edir. Ümumiyyətlə, biz birinci anlamlara başa düşmək ki, insan alveri deyəndə nəyi başa düşürük? Yəni, mən bunu qanunda olan formada bildirirəm. Ondan sonra əlavə yekində yaranarsa, sual filan sonları zadlandıracaq. İnsan alveri dedikdə zor tətbiq etmə şədəsi ilə və ya zor tətbiq etməklə, hədə qorxu və ya digər məcbur etmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolunda təhsil imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verilməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxladılması, gizlədilməsi, daşıması, verilməsi və ya qəbul edilməsi, uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınılması və ya qəbul edilməsi insan alveri hesab edilir. İnsan alverinin istismarı dedikdə məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asıllıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotipi tədqiqatların aparılması, qadın surrogat ana kimi istifadə edilməsi, qanunsuz o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin istismarı hesab edilir. Məcburi əmək qanunsuz olaraq şəxsin müəyyən iş yerinə yetirilməsinə məcbur edilməsi, şəxsin fahişəliklə, seksual köləlik və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi, şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi, 1956-cı il 30 aprel tarixli köləliyin qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin də bulunması haqqında əlavə konvensiyanın 1-ci maddəsində göstərilən institut və adətlər. İnsan alverinin potensial qurbanları avaralıqla və dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərarlı şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılı olan şəxslər əsasən hesab edilir. İnsan alverinə qarşı mübarizənin xüsusi məqsədləri vardır ki, belə ki, şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsində insan alverinin aşkar edilməsi, qarşısının alınmasından, habelə nəticələrin aradan qaldırılmasından ibarətdir. İnsan alveri səbəblərinin insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alveri qurbanlarının hüquqlarının bərpa və sosial reabilitasiya vasitələrinin nail olunması insan alverinə qarşı mübarizənin məqsədlərindəndir. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə müxtəlif prinsiplərə əsaslanır. Belə ki, insan alveri qurbanlarının cəmiyyətdə ayrı seçkiyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial, iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı beynəlxalq mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən insan alverinə qarşı mübarizədə milli koordinator milli fəaliyyət planını həyata keçirir. Milli fəaliyyət planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə milli koordinator tərəfindən həmin qrupların fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir. Milli fəaliyyət planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqlara təhsil edilmiş polis qurumunun tərəfindən həyata keçirilməsi məqsədilə xüsusi polis qurumları yaradılır. Xüsusi polis qurumunun insan
alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi yanaşı, həmçinin insan alveri ilə bağlı cinayət üzrə səlahiyyətləri daxilində əməliyyat axtarış fəaliyyətini və cinayət tədbirini həyata keçirir. İnsan alveri ilə bağlı cinayət işləri üzrə araşdırma aparılarkən toplanılan məlumatların qeydə alınması və istifadəsi üçün vahid məlumat bazası yaradılır. İnsan alverinə qarşı mübarizə üzrə xüsusi polis qrupu birbaşa milli koordinatora tabidir. İnsan alveri qurbanları müxtəlif üsullarla müəyyən edilir. Belə ki, müəyyən müşahidə üsullarından, texniki vasitələrdən istifadə edilməsi, insan alveri qurbanları ilə davranış qaydaları, şəxsin insan alverindən zərər çəkməsi ehtimal edilmişdə, yaxud insan alveri ilə bağlı cinayətlərin törədilməsi və ya hazırlanması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməli, müvafiq sənədlər həmin quruma təqdim edilməli və zəruri köməklik göstərilməlidir. İnsan alverinin qurbanı olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası hüdudlarından kənarda olduqları təqdirdə onların hüquq və mənafelərinin müdafiəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndələri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinə qarşı mübarizəni həyata keçirən orqanlara hərtərəfli yardım edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurumlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlər planını hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təhsil müəssisələrinin tədris planında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar nəzərdə tutulur. İnsan alverilə mübarizə aparan mütəxəssislərin hazırlanması üçün tədris proqramları hazırlar. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərində insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu qanunun maddəsində nəzərdə tutulan məqsədlər üçün zəruri ehtiyacları milli koordinatorlarla birlikdə müəyyən edərək qrantlar verə bilirlər. Demək, insan alveri ilə bağlı profilaktiki tədbirlər təşkil olunur. Belə ki, insan alverindən profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir. İnsan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi, qadın və uşaqların hüquq və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri insan var. Bir-birinə söz verilmələr, məsələn, göbək kəsdirilmə, məsələn, belə bir şeylər tarixdə olur, bizim adətlərimizə görə idi. Bunlar da bugün 2 uşaq, 5-6 yaşın uşağı bir göbək kəsdirilirsə, gələcəkdə artıq onun seçimi olur, onun zövqü o seçmir, məsələn, insanı seçir, başqa insana artıq məcbur şərait altında onu evlənməyə, sövq eləməyə, nikaha məcbur sövq eləməyə, artıq bu özü də bir həmin şəxsə qədər cinayətdir. Zorakılıq və eyni zamanda o insanın da həyatını məhv edir. Məsələn, bu gedir insan məcbur olaraq kimlisə 3-5 il yaşayır, artıq sonra ailəsi bir uşaqla, 2 uşaqla boşanarlar məsəl üçün, həm ailəyə bir yükdür, həm öz həyatını məhv edir. Yəni bunların qarşısının alınması üçün böyük bir qanunverici, düzdür, qanunverici qəbul olunması özümüzdə çətin çəkir, çünki komitə olur. Müəyyən qurumlar var, qəbullar müəyyən qurumlarını keçməlidir, müəyyən ictimai dinləmə olur, insanların rəqsət fərqli oldu, amma ona baxmayaraq çox böyük addım atıldı qanunun qəbul olunmasında və bu qanunun qəbul olunması, hər bir qanunun qəbul olunması insan təhlükəsini və müəyyən məsələlər qarşısını alır.
İstərsən, o elə təhlükəsiz məsələlər var ki, məcbur onların qarşılanmasına bağlı və eyni zamanda onlardan biri də ki, bugünkü insan hüquqları mübarizədir ki, onunla bağlı Daxili İşlər Nazirliyi, yəni xüsusi polis qurumu var, Daxili İşlər Nazirliyi, yəni İnsan Hüquqları Mübarizə Baş İdarəsi var ki, mən özüm də İnsan Hüquqları Mübarizə Baş İdarəsi, yəni qeyri-hökumət təşkilatlar koalisiyası var. Koalisiyanın üzvüyəm yeni, uzun illərdir mən artıq səhv eləməmişəm, 15 ildir artıq mən ki, insan və qurbanlarla biz işləyirik. Mən beynəlxalq ekspert olmuşam uzun müddət yəni. Həm də digər dövlət qurumuna çalışmışam. Və eyni zamanda Daxili İşlər Nazirliyi yanında bir sığınacaq var, insan qurbanlarına sığınacaq, hansı ki, insan qurbanı aşkarlanan zamanda hazırlıq sığınacağı yerləşdirir, təhlükəsiz təmin olunur. Çünki onlar tibbi ödənişlərdən hamısı azaldılar artıq və eyni zamanda onların sosial rehabilitasiya işləri aparılır. Ona görə də məsələn, insan və qurbanı heç kim belə götürək də sığortalanmıyor. Hər bir insan qurbanına çevrilir. Çünki insan qurbanı yəni tək cinsi istismar deyil. Fizik əməyi də var burada, orqan transplantasiyası var burada. Ona görə də oradakı ən yaxın tərəfindən törəndiyi üçün yəni, o etibar inanır. İnsan inanıb etibarlı digər bir insanlar məsələn ölkəni keçə bilər, digər insan məsələn onun etibarını sui-istifadə hansı başlar, hansı iş gətirə bilər. Ona görə bugün bu hadisə heç kim sığortalanmıyor. Mən indi Edilən mənim istəsə bir söz var idisə, mən istərdim ki, bunu gənclərimizlə bir sözləri var, yəni istərdim ki, müzakirə şəkildə olsun. Bu qanun sual olsun, yəni başlı bir Namiq müəllimdir, Vəkillər Kollegiyasının qanunvericiliyə bağlı fikirlərini bildirdi. Sizin də başa düşdüyü, düşmədiyi suallarınız var, verin bizə. Olar. Buyurun. Deyirsiniz, insan alveri, yəni sözdən belə insanın, necə deyim, tükür pərdə. Bunun içində deyirsiniz, uşaqların dilənçilir. İndi mən deyəcəm, deyirsiniz ki, harada gördüyünü hər kəs görür. Körpə uşaq dilənir. Bunların rahat dilənməsinə səbəb nədir? Deyim sənədə. Yəni, əllərində hər hansı bir sənəd mi var? Deyim sənədə. Bunu bizim qanunvericilikdə, burada məsələn bir tərəf valideyndir. Qanunvericilikdə məsələn bütün valideynlər bir uzun tutma da məsələn həbsləmə olmur məsələn hüquqi tərəfdən yanaşlardır. Çünki onun uşağın diləndirilməsinin 90%ləri ya valideyn yaxın adamı. Amma valideyn əlaqəli bir şəxsdir. Bizdə də faktlar var. Qanunvericilikdə məsələn indi hamısını belə ucdan tutma, hamısını həbsləmə olmur. Amma bununla bağlı inzibata qaydalar tədbirlər var. Biz çalışırıq ki, yəni ona bağlı qanunvericiliyi daha sərtləşdirək. Çünki niyə görə? İstəsəm o uşağı valideyni həbs, məsələn 5 yaşlı uşağın valideyni həbsləsə büyük. Təbii ki, 5-10 il artıq uşağın da məsələn ki, hansı dövlət müəssisəsinə yerləşdirmək olacaq artıq. Biz sizə dövlət müəssisələrini biz ölkə başçı birinci xanım Mehriban Əliyevanın da olan təşəbbüsünə biz çalışdıq. Himayədə, ailədə prinsip yaradaq ki, uşaqların dövlət müəssisəsində böyüməkdənsə qarşılanması daha çox ailələrdə böyüməsi daha effektivdir. Çünki dövlət müəssisəsində böyüyən uşaqların da taleyinə, ailələrdə böyüyən uşağın taleyi fərqlidir. Məsələn, istəsən uşaq həm ana atadan da gəlir ki, yaransı sağ düşür. Çünki uşaq ana-ata sevgisi görmür. Ona görə biz bu illər belə proqram var ölkədə ki, uşağın ailələrində böyüməsi daha effektiv olar və bir uşaqların da dövlət müəssisəsinə yerləşdirməsi də bir çıxış yoludur məsələn. Buradan tutma hamısı uşaq müəssisələrini verməyə yeni. Amma indi buna bağlı biz yenə bir ortam var. Çünki bizim adətlərimiz də belə götürək. Elə məsələn orada rayonlar var ki, məsəl üçün roman tayfalardır. Biz mən özüm məsələn gelib şahidi olmuşum. Məsəl üçün ailələrin yeni. Onlar qeyri-rəsmi nikahlı uşaqlar dünyaya getirirlər yeni. Onların bir amalı var ki, bilsən, bunun üzərindən məsələn tutaq ki, bu ailənin bunların belə götürəkdə düzdür, qanunvericilik bunlar Azərbaycan Respublikası vətəndaşıdır, yəni qanun yol vermir, hansı aparılır. Amma onlar öz milli şuurları ora kimi çatır ki, bu uşaqlar məsələn bu cür dilənçilik və onların kişilərimiz evdə işləmir məsələn. Onlar evlərinə gedib baxış keçirmiş Daxili İşlər Nazirliyinə. Amma qadınlar diləndirilir, uşaqlar diləndirilir və özü dilənə bilər, biz onun özünün şəxsi işidir. İndi o tayfa kimi məsələn onların adəti başqa. İndi məsələn mən rayonumuzdan deyirəm. Yəni heç kəs tutub o uşağı polisə apara bilməz. Polisin də ixtiyarı oldu harasa. Aparmaq olur. Yəni mərhəmətə sığındı da, gəldi sənə qəpik ver və salam. Aparmaq olur. Məsələ orasındadır ki, qanunvericilikdə yenə də belə götürək də diləndirmə hallar valideyn tərəfindən həyata keçir. Hansısa bir bizlə çalışırıq ki, qanunvericilik müəyyən dəyişikliyi. Niyə? Çünki onlarla bağlı qanunvericilik valideynlərdə səhv addımlar atılmaq istəyir.
Çünki qanunvericilikdə yəni məbləğ azdır. 100 neçə manatda səhv etmirəmsə inzibati qaydada. 100 manatdan 100 manatdan başlayır da. Biz istəyirik ki, məbləği artırılsın. Onun inzibati qayda. Çünki 100 manat nə puldur ki, məsələn, valideyn uşaq diləndirirsə, valideynə cərimə yenir. Ən azından bir yüksək məbləğ olsun ki, həmin valideyn 2000 manat cərimələnsə, 3000 manat cərimələnsə, həmin valideyn bir də uşağın diləndirilməyəcək. İndi mən də bir söyləyim, o valideynə 5000 də cərimə yazılsa, o valideyn elə sistem qurub ki, gəl bu valideyni tapana qədər uşaq 18 yaşına çıxacaq. Bu da tapmaq problem deyil, yəni çünki qanun bir uşaq var, amma məsələ belə ki, məsələn bu gün biz yol hərəkəti qanununa baxanda görürsün ki, məsələn Bakıda keçir ki, piyada zolağında da artıq keçir, kimi keçmir, çünki cərimələr yüksəkdir artıq məsələn. İnsan artıq anlayır ki, 300 manat cərimə verəsə 2 dəfə onu eləmir. Sadəcə cərimə aşağı olduğu üçün valideyn müəssisəsi yol verir. Biz istəyirik cəriməni qaldıraq valideyn müəssisəsindən. Amma tək bu deyil, fiziki zorakılıq var. Hətta məsələn tək diləndirilmə deyil. Məsələn bir uşaqlara qarşı fiziki zorakılıq var ki, nə qədər məsələn valideyn uşağını döyür, nə qədər fiziki zorakılıq edir, nə qədər uşaqlarla məsələn öz şəxsi əşya kimi davranır. Uşaqlar təhsildən yayındır. Nə qədər məsələn valideyn uşaqların təhsildən yayındırlar. Var ki, onunla bağlı biz yəni ki, dəfilən yüksəyin qaldırılsın. Çünki niyə görə? Bir valideyn 3000 manat cərimələnsə, mən bir valideyn, məsələn, maliyyə sanksiyası pul şirin şeydir, belə deyəndə, bir insan ki, 200 manat səsəmə cərimə maliyyə sanksiyası olur, istəsə insan o hərəkədə atmır. Sadəcə burada məqsəd maliyyə aşağı, sanksiyası aşağı olduğu üçün valideynləri biraz gözdən görsəmir. Laqiyyətdə yaratır. Qazandığın elə də çox olur. Amma yəni biz ona çalışırıq ki, yəni tək diləndirilmə deyil, yəni çünki digər sahələr var. Ümumiyyətlə Azərbaycanda valideyn problemi böyük. Bütün sahələrdə. İstər təhsildə, istər məsələn erkən nikahlar kimə həyata keçir? Valideyn həyata keçir. Uşağı təhsildən yayındıran kimdir? Valideyn təhsilini yayındır. Uşağı zorakılıq eləyən kimdir? Valideyndir. Məsələn, bu yaxınlarda baxın sosial şəbəkələr o qədər məsələn videolar çıxır ki, bunlar hamısı kimdir? Valideyndir. Başqa bir rayondan gəlib insan gəlib. Yəni valideynlərə qarşı ya nə qədər maarifləndirmə aparsaq da yenə də görsənir ki, ona paralel yenə hansısa bir hüquq cəzalı mütləq lazımdır. Onu dəfələrlə mən həmişə deyirəm ki, valideynlərlə bağlı mütləq. Çünki valideyn məsuliyyəti edilən qanunvericilik yoxdur. Məsələn, ailə məsələsində yalnız valideyn məsuliyyəti var 65-66 maddələr. O da məhkəmə boşanan zaman, niyyət pozulan zaman o maddələr işləyir. Amma belə məsəl üçün bugünkü gün belə formatda valideyn məhkəmə məsələsi var ki, çox nadir halda həyata keçdirir məsəl üçün. Çox halda, çünki məhkəmələr həyata keçirmir. Hətta heç məhdudlaşdırılmır. Məlumatma %1 halda olur. Məsəl üçün, biz faktlar qoysa məhkəməyə qarşısında. O qədər ağır fakt olmalı. Buyurun ki, məsələn, məhkəmə məhdudlaşdırmır. Nadir halda məhdudlaşdırır. O da 2-3 illik, sonradan valideyn hüquqlarını tezdən qayıdır. Yəni, belə hallar var ki, məsələn, qanunvericilik bir məhkəmə tərəfindən də biz nətərdir. Hələ belə bir, ya daha çox, məsələn, faktlar qoymaq üçün biraz qanunvericilik, məsələn, məhkəmələrdə bir müəyyən qanunverici dəyişiklik olunmalıdır ki, valideynlərə qədər tətbiq olunmalıdır. Bilmiyorum, bir ikinci məsələ var da, tutaq ki, məsələn, biz bunu məhdudlaşdırdıq və valideyn məhdudlaşdırdıq. Bu uşağın da, məsələn, taleyi, məsələn, bu fikirləşmə harada necə olacaq? Hansı formatda böyüyəcək, harada böyüyəcək uşaq, kimin himayəsini verəcək uşaq, dövlət müəssisəsi verəcək, onun yaxını kimdir, kim ötəsini verilməsə. Məsələn, məhkəməyə iş gələndə bir tərəfdə yararsın, tam deyil. Məsəl üçün, uşaq təkdir, tək anadır, ata yox, nənə yox. Tutaq ki, məsələn, uşağı ondan götürülür, düzdürmü də? Uşaq fikirləşsə, uşağın taleyi necə olacaq? Uşağı böyütürsən, bu cəmiyyətdə bu uşağın da sabah cinayətkar böyüməsi bizim hamı üçün təhlükədir. Düzdürmü? Bu uşaq cəmiyyətə yaralı çıxmalı ən azından. Təbii ki, ali təhsil olmasa, ən azından bir cəmiyyətə normal sivil insan çıxmalıdır. Bunun da böyüməsi üçün biz fikirləşirik, yaxşı, bunun bir tərəfi yoxdur. Valideyni məsəl üçün, atası yox və atıb gedir və yaxud məsəl üçün, ailədə nadan ailələr məsəl üçün də bu tutaq, bu uşağı bundan götürür. Hansı dövlət müəssisəsi olur, heç tutaq, mümkün deyil dövlət müəssisəsi. Yaxşıdır baxsın, o qayğını verə bilməz. O valideynin qayğısını heç bir dövlət müəssisəsi verə bilməz. Lap yaxşıdır baxsın. Valideyn, uşaq hər iki valideyndən o qayğını almalıdır. Ona görə də bugün bilsən, boşanmalar, əsas məsələ bu ki, boşanmalar qarşısı alması üçün mən keçən bir təklif eləmişdim ki, bəli, məhkəmə, nikahın daxil olmamışa kimi 3 ay psixoloji kurs yaşamaq valideyn, uşaq gənclər. Niyə? Çünki siz nətərdir, gənclər bugün nikaha daxil olan zaman barmaq arası baxırlar.
Yəni sən tam elə məsuliyyəti anlamırlar ki, uşaq dünyaya gətirirlər. Məsələn, söhbət iki gəncdən gedir, amma gətirdiyi uşaq bu bizə bu əşya deyil. Bunlara məsələn böyütməli, təhsil vermək lazımdır, cəmiyyətə çıxarmaq lazımdır. Öhdəlik var. Yəni ona görə də məsələn biz daim demişik ki, tibbi tərəfi öz yerində arayışın, amma psixoloji olaraq da hər bir gənc ailə quran zaman, ailəyə nigaha daxil olana kimi 3 ay kursdan keçməlidir ki, bəlkə 3 ayda bunların özü psixoloji problemlər ki, nigah bir yer tutmur. Tutmayası niyə gelib bir yerə yaşayıb bədbəxt olsun və yaxud uşaqla ayrılır məsələn. Uşaqla ayrılırsa ata bir aliment verir, 246 manat minimum haqqıdır. Bir alimentin və onunla da 246 manat uşaq saxlamaq mümkün deyil axı. Ata üzərində başqa yük yoxdur. Bir alimenti verir, gedir başqa insana ailə həyatı qurur, uşaq qalır ana üzərində. Ana da yəni gəncdir, o da öz həyatını sürməlidir. O da ya uşağa görə tərbiyyələnmiş, uzun illər çalışan şəbəkədir, təksisiz. Mən məsələn bu sahəyə bilirəm, amma onlar illərdə məsələn şəbəkəsə, cinayətkar şəbəkələrdir. Onlar insanlar elə istismar edirlər, insan öz ruhu incimədən düşür vaxtdan olar. Fikirləşmədən düşür. Çünki onlar bu sahə peşəkarlardır, mütəxəssislərdir, illərdir. İllər onlar dünyada Interpolda axtarırlar. Məsələn, Avropa ölkələrinin o Avropa ölkəsindən bu ölkəyə kimi neçə yerdə onların adları keçir. Yəni, onlar tək mənsizdən illər bu şəbəkəni insanları anlatıb aparırlar. Ona görə də məsələ ayıq oldu vaxtında düzgün müdaxilə etmək. Başqa kimin sualı var? Başqa suyunla bağlı suallar verirlər. Tək insan erkən məişət var. Yəni, hansısa bir hüquqla bağlı varsa, yox, belə ümumi sual verirsiniz. Hə, ümumi də verə bilərsiniz. Fərdi heç, amma ümumi kimisə tutaq ki, hüquqla bağlı sual varsa, verə bilərsiniz. Hansısa məsələn, ailə məsələlərini sual verə bilərsiniz. Yoxdur, olur mu? Buyurun, Şamlı xanım. Çox sağ olun, Fariz müəllim. Yəni ki, müəyyən suallar var, çünki mən məlumatlıyam, indi müəyyənləri bilib, onlar fərdi yanaşacaqlar. Ola bilər ki, bəli, elə şeylər var ki, biz o hüququ bilmək bizim üçün çox vacibdir. Ola bilər ki, məlumatımız heç yoxdur. Fariz müəllim, bayaqları o erkən nigah, sonra mən deyərdim ki, təkcə insanı alladır, iş adı ilə aparmaq, düzdür, insan alveri sayılırsa, bu insanları, bu 16 yaşında, bax bu yaxınlarda biz 16 yaşında qızım, 29 yaşında oğlana nişanlanmışdı, özü belə tezdə aparacaqdılar. Bizə əlbəttə ki, o kənddən bir məlumat daxil oldu, gözləri nəsə qarşısını ala bilməmişdi, biz də aidiyyəti qurumlarla həmən ailədə olduq. Bu uşağı deyir ki, mən getmək istəmirəm, mən oxumaq istəyirəm. Deməli, 7-ci sinifdən bunu ayırıblar, ata da xəstədir, indi müəyyən səbəblər olur görürsən. Ana özü işləyir, bu qızı da qoyub o uşaqların yanında elə bir işə cəlb eləyib də. Bu da bir növ düzdür, istismar sayılır, həm anaya dəstəkdir, nə mənada, həm də onun istismarı. Bu uşaq deyir, mən kompüter sahəsində üzrə oxumaq istəyirəm. 29 yaşında oğlan, 16 yaşı hələ tamam deyil, sentyabrda tamamlanmalıydı, səhv etmirəmsə. Bunu da deyirlər ki, təcil getməlidir, atanın qırxı çıxan kimi aparmalıdırlar. Əlbəttə ki, bu dayandırıldı, bu hal-hazırda mən deyirəm ki, o istismarı elə o da bir alıverdi də, bunun könlü, bəli, bunun könlü yoxdur, götürüb satır da, elə verir. Deyir ki, mən istəmirəm. O dayandırıldı. Bu da deyirəm, insan alverini elə erkən nigahda onun bir hissəsi sayılır. Mecbur nigaha daxil olmalı cinayət məcəlləsində var. Eyni zamanda da ki, biz əlavə olduğu dinamiklərində nişan və şeylərin keçirilməsi də 166.2 əlavə olundu. Artıq nişanların hansısa bir tutaq ki, sövdələşmənin keçirilməsi də artıq cinayət məcəlləsində. Əvvəldən sırf məcbur nigaha daxil olma barədisə artıq bu maddələr də əlavə olundu. Ümumiyyətlə, insanın nigah könüllü müqavilədir.
iki insanın birinin könlünü müqavilədir. Yəni, onu məcbur etmə cinayət sayılır yəni. Çünki məcbur etmə halları baş valideynlər başa düşmür ki, bugün nikaha məcbur etmə gələcəkdə övladı intihara digər hallara gətirir. Özü üçün problem yaradır. Və eyni zamanda da ki, bir Allah qarşısında günahdır, qanun qarşısında da günahdır yəni. Və bir öz övladın nəyinsə bir əmlak məsələlərdir, vaxtında belə götürür, hansısa bir nəyinsə qurbanına çevirir, yəni o da qurban verir. Övladını nəyinsə qurban verir, yəni kiminsə pulundan, kiminsə məsəl nəyinsə görəmə, öz övladına kiminsə yolunda qoyur, yəni övladdan qurban olmaz yəni. İnsan məsəl üçün seçim eləmirsə, onu normal şəkildə məsəl üçün ya insana anlatmalı lazımdır, ya da insanla bir kimsə qapısına gəlirsə normal şəkildə də bir ailə həyatı qurmalı. Amma insan məcbur surətdə könlü olmayan bir insana yenə ələ verib yenə, sonra həyatı məhv edib, bir-iki uşağına qaytarıb getirirsən boşadığından sonra onu niyə həyata keçir? Axı, ondan doğulan uşaq da əziyyət çəkəcək. Bir uşağın da valideynsiz böyüməyi də bir şey deyil. Axı, o uşaq da yararsız düşür. Uşağı da ata lazımdır. Uşaq məktəbə gedirsə... Uşaqdan silah kimi istifadə edir valideyn. Uşaq da olur. Yəni ki, uşaq boşananda da hər kimdir valideyn bir-birinə düşmək üçün siyasətə bölünür. Uşaq burada qalır, uşağın həyatı məhv olur, uşaq psixologiyası. O ona öyrədir ki, atan pisdir, budur, anan budur. Yəni, bu uşağın həyatı məhv olur. Azıqların uşaqdan çıxır. Bugünkü günah kimdə qalır? Yəni, həmin qadın atasını ömür bular, öləndən sonra görünə toxuyur, sağ qalanda ölən, yəni ki, sən həyatı məhv elədin. Bugün hər bir, istər oğlan, istər qız, atanın, ananın səhvi ucbatından sonra həmin valideynlərin bir ömür boyu qarşı olur, həm günah deyilsin. Yəni, biz bunun qarşısını alaraq ki, hər bir valideyn nə zamanımız ki, biz 18-ci yaşında yaşamırıq ki, artıq dünyaya sivilizasiya inkişaf zamanıdır. Belə bir zamanında, yəni, övladlarına qarşı məcburiyyətin necə olur? Biz dəfnə başa düşmək olundur ki, yəni, o dövr deyil. Artıq əvvəlki köləlik deyil, yəni, bir insandır, məsələn, tutaq ki, məsələn, insan ona neyindirsə, məsələn, insana qarşısan, sevgilsən, ona bir normal, sivil şəkildə, normal bir formatda başlanmaq lazımdır ki, yəni, bunun bir zərərli və tərəflərini övladı anlatmalı. Birinci, övlad dost olmaq lazımdır. Bilsən, problem nədir? Vaxtında övladla valideyn dost olunur, bir müddət gəlir, keçir, artıq 18-16 yaş dövrünə çatanda valideyn birbaşa müdaxilə edir onun həyatına. Artıq kritik moment yaradır. Çünki vaxtında o həyatını iştirak eləmir valideyn kimi. Vaxtında övladın həyatını iştirak eləmir valideyn, vaxtında onun tək pul qazanıb gətirməyin deyil də, övladı sıralı verəsən, qayğısını çəkəsən, iştirak edəsən gərəkdə. Yəni 16 yaşında birbaşa müdaxilə həyatda, əlbət valideyn uşaqdan qəbul edir. Artıq onun ortada bir yarğan yaranıb. Yarğanı yaratan valideyn olur. Vaxtında valideyn uşağın dostu olmalıdır, ünsiyyətini saxlamalıdır, onu anlamalıdır, başa salmalıdır, onun hər dərdində şərik olmalıdır. Vaxtında bunlar olmadığı bir təqdirdə, sonradan gəlir, məsələn, qətir əl qoyur ki, bu olmalıdır. Uşaq da qəbul olunmur. Uşağın öz fikri var, dünya görüşü var, o da bir şəxsiyyətdir. Çünki şəxsiyyətlə formalaşır, uşağı da bir şəxsiyyətlə baxmaq lazımdır. Onda həyatı, onu formalaşır. Artıq valideyn onun şəxsiyyətini görmür və onun köləsi kimi davranır, bildirir ki, bu olmalıdır. Və belə olan halda da artıq yarğan, ya uşaq evdən qaçır, ya uşaq gedir özünə bir hansı törətir, ya da uşaq gedir, məsələn, hansısa bir cinayət əməlinin qurbanı olur. Yəni, belə halların yenə dedim, harada getsə, valideyn günahıdır. Valideyn günahı, çünki uşaq doğulanda uşağın günahı deyil. Hər bir valideyn bizə də vaxtına başa salırlar. Biz də məsələn müəyyən yaş dövrü kiməsə anlatır yeni. Biz gələcək nəsil də övlada nəyəsə anlatacaq. Yəni bu insanın həyat təcrübəsindən niyə deyirlər məsələn valideyn daha yaxşı bilir uşaqlar. Çünki valideynin həyat təcrübəsi uşaq bərabər deyil. Ona görə hər bir halda da ki valideyni biz çalışırıq ki, hər bir valideyn nəzərə almalıdır ki, atacaq addımı övladın həyatını məhv etməlidir. Yəni, hər bir övladını məhv edəcək, o da ki, sabah cəmiyyətin digər insanların sıradan çıxarır. Bir gün baxımsız bir oğlan uşağı sabah gelir cinayət törədir. Silsilə cinayətlər nətən baş verir? Bir gün adı buradan götürülür, bu adiləşir. Bir gün bu, sabah o, belə silsilə cinayət, bir də uşaq hansı cinayət şəbəki artıq getdi, 3 il, 5 il. O yetkiyə çatmayanlarca müəssisəyə mən getmişəm, 30-dakı uşaq var. Bu müəssisədə 14-13 uşağı bir-birinə gedib gəlirəm oradan görürəm. Yəni, onların hamısı bilməz, onların fərdi söhbəti aparmışam yeni. Artıq məsələn bir cinayətdən başlayır, silsilə cinayətlər gedilmez. Çünki vaxtında qarşısı alınmır, vaxtında alınmır, cinayətdən qurban olur. Həmin valideyn sonra düşüb hüquq mağdurluğunun qapısında qalır, əziyyət çəkir,
o əziyyəti yəni vaxtında qarşılamaq lazımdır. Yəni məqsəd budur ki, bu illər məsələn Şamil xanım çalışır, Rahin Cahit bu illər məsələn bu sahədə çalışır ki, vaxtında uşaqlara zaman ayırmaq lazımdır. El ailələrdən işləyir, hal-hazırda var Var. Yəni hər bir valideyn olacaq, gənclərdir, sabah hər bir valideyn olacaqsınız. Hər bir valideyn övladına qarşı valideyn kimi davranmaq lazımdır. Tək pul qazanıb getirmək deyil, pul qazanmaq sevgi ilə qayğını vermək lazımdır. O uşağı ki, qayğını verməkdirsə, sən ona nə ala bilərsən ki, birinci qayğını özünü verməlisən, sonra uşaqdan məsələn qayğını görməlisən. Bir ata-ana uşağa qayğını vermir, öz həyatına məşğul olur bir müddət. Uşaq böyür, 15 yaş çıxında gəlir üstünə düşür ki, olmaz, olmaz. Uşaq da telefon artıq sıradan çıxıb, sən vaxtında qayğını verməlisən, o özün gənc olmuşsun, uşağa başını buraxmısan, özü həyatı sürmüşsən, indi gəlmişsən uşağa üzərini. Uşaq sən artıq tabi olmur axı. Ona görə belə bir şeylər var. Şimdi ona görə deyirlər ki, gənclər deyirlər, sözü eşitmirlər, amma kimin günahımız batındadır, yenə özümüzün deyirlər. Biz də valideynik. Mən məsələn, övladımın pis olması mənə günahkar, mənim övladım deyil. O günahkar. Düzdür, mənim övladım məsələn, bir telefon adresizdir. Mən nə qədər uşaq deyirəm, çünki zamanı dəyişib, istərsə mən maksimum özüm telefondan yəni kənarlaşdıra bilməm. Çünki karantin dövründə artıq uşaqlar öyrəşdirlər telefonlar. Bu da asıllıqdır. Amma nəzarət sistemində. Hamının asılı, yaşda da asılıdır, qalır, cavan. Amma nəzarət sistemində təhsil nəzarəti yəni maksimum deyil. Amma tam qadağa da təbii ki, mümkün deyil. Çünki cəmiyyət eləsə uşağı hər şeydən qadağa eləmək olmaz. Amma hər bir valideyn nəzarət sistemində övladı nəzarət eləsə, valla negativ hallar qarşısı vaxtında alınır. Rüşə baxaq, sözü deyim. Çox sağ olun, Fariz müəllim. Bilmirəm, yəqin ki, suallar olan yoxdursa, elə bilirəm, fərdi yanaşacaqlar. İlk öncə sizə təşəkkürümüzü bildiririk, Fariz müəllim. Doğrudan da bu maarifləndirmənin cəmiyyətimizin çox böyük faydası var. Hər bir qurumun, dövlətimizin bu dəqiqə əsas amalı ondan ibarətdir ki, bütün qurumlar bugün maarifləndirmə, cəmiyyətimizə maarifləndirmə lazımdır. Bəli, baş verə biləcək halların qarşısının alınması üçün ən böyük iş maarifləndirmədir. Bunun üçün də müəyyən biz kəndlərə gedirik, biz onu təkcə şəkil, tədbir xatirinə deyirik. İstəyirik ki, orada bir az da olsa nəsə öyrənilsin. Buna görə də biz sizə təşəkkürümüzü bildiririk, Namiq müəllim sizə və iştirakçılarımıza, hər birinizə təşəkkürümüzü bildiririk. Əlbəttə, əlimizdə faktlar da çoxdur, iş də çoxdur, sözümüz də çoxdur, amma istəmirik ki, kiminsə də vaxtını nəysə alaq. İndi buradan da nəysə öyrənə bildinizsə, çox gözəl. Bir daha təşəkkürümüzü bildiririk Fariz müəllim sizə və sizlərə. Təşəkkür. Çox sağ olun. Sağ olun. Kimin sözü?